Büyük bir alışverişten herkese salamlar. Ay ben yarın ne giyeceğim şimdi? YouTube kanalıma hoş gelmişsiniz. Arka fona fikir vermeyin. Otağımda yine biraz dizayn değişikliği edirik. Ama bu demek değil ki ben sizi vlogsuz koyacağım. Geçen kombinler ediliyindi. Yeter artık! Yeter buramıza gel! Bu mağazada həqiqətən də bildiyiniz kimi qiymətlər su. Həqiqətən su. Gəlin indi görək mən nələr almışam buradan. Oo, bir qucaq dolusu. Burada nələr var? Bunlar. Və burada da mini bir hədiyyələr qoyublar. Ay, belə rezinlər. Çox sağ olsunlar və birinci, ən şirin geyimlərdən biri ilə başlamaq istəyirəm. Bu dəsti görəndə ürəyim getdi. Videonun bu hissəsində kanala abunə olmağı, like etməyi və şərh yazmağı unutmayın. Çoxlu vloglar paylaşmışam. Kimin qarşısına çıxmayıbsa, keçid alıb mütləq baxsın. Yay qutarır. Bu son alışverişim ola bilər. Şübhəli, yaxşı. Son alışverişlərimdən biri. Bu daha düzgün oldu. Şimdi baxaq, burada nə var? Siz də alışveriş edəndə xoşbəxt olursunuz. Çox xoşbəxt oluram, yəni. Və biz qızlar nə qədər alışveriş ediriksə edək, hər zaman geyinməyə nəyimizsə olmur. Paltarları ütləməyə çox vaxtım yoxdur. Ona görə ütüsüz geyinəcəm. Buna görə məni bağışlayarsınız yəqin ki. Belə bir tişörtümüz var. Bunun şirinliyinə. Buna bax. Çox şirin deyil. Və altına da belə bir şort ətək. Baxın. Belə bir şort ətəyi var altından. Çox rahatdır da. Əsl yaymayı. Baxmayaraq ki, bu qədər ucuzdur. İnanın ki, mən buradan iyun ayında da məhsullar almışdım da. Və hələ də geyinirəm. Material da super. Birinci bunu geyinib baxaq. Ay, bu geyimin şirinliyinə baxın. Bak. Pozlara bak. Triplere bak. Mən düşünürəm, mənim 40 yaşım da olsa, mən yenə animasiyalı tişörtlər geyinəcəm. Çünki məni xoşbəxt edir. İndi lookumu ümumi sizə göstərim. Baxın, belə çox rahat bir ev geyimidir. Hətta mən bunu çölə də geyinərəm, çünki niyə də yox? Pambuq kimi hiss elətdirir, belə mutlu. Keçirəm növbətiyə. Burada çox xoşum gəlir belə klassik şalvarlardan. Pencəklərlə çox qəşəng görsənir. Lap pencəksiz belə qısa kroplarla əla görsənir. Baxın, belə bir klassik şalvar. Ütüləmədən geyinirəm. Yəqin ki, məni bağışlayarsınız. Üzərinə də belə tişört geyin. Tərsdir. Yəni siz bildiniz, siz anladınız. Üzərinə də belə tişört geyinəcəm. Arxası belə büzməlidir. Bu arxası deyil, Aytaç. Bir dəqiqə. Belə. Görək necə yaraşacaq mənə. Qızlar, bu şalvar hər birinizin qardırobunda olmalıdır. O qədər mükəmməldir ki, əlində duruşu falan. Hələ bunu, bax belə, kablokla geyinsən belə. O qədər qəşəngdir, o qədər rahatdır ki, ürəyim getdi. Çox rahatdır və çox qəşəngdir. Bunu təsəvvür edin pencəklərlə. Nice. Qəşəng belə uzun botlarla. Çox qəşəng olacaq. Bilirsiniz necə bir kombindir. O bəzən ki ürəyimiz istəmir evdən çıxanda hər hansısa bir kombin edək, deyək ki, rahat bir şeylər olsun. Tez geyinək çıxaq evdən. Bax bu o kombindir. Amma qəşəng klassik kombinləmək olar. Və siz bəyəndiniz, mütləq şərhlərdə ən çox hansı kombini bəyəndinizsə onu yazarsınız. Mən hələ ki favorim bu şalvardır. İndi gedək. Davam edək. Bu nədir? Belə bir biraz uzun şortdur bu. Baxın. Biraz belə uzun bir şortdur. Belə olacaq.
Və bu şortun üstündən mən düşünmüşəm My Depot-dan davam edirik. Baxın bu tişörtləri mən demək olar ki 3 aydır geyinirəm və çox keyfiyyətlidir. Bunun eyni ilə mavi rəngi. Məncə bu mavi ilə o şortik çox qəşəng olacaq. Düzdür, mən heç vaxt belə uzun şortlar geyinməmişəm. Ya qısa şort geyinirəm ya da ümumiyyətcə ətək ya da don. İndi görək necə olacaq. Bunu tam bilmədim. Bir bəyənib bəyənməmək arasında qalmışam. Siz qərar verərsiniz, amma maraqlıdır. Belə bir ətək. Ay, ətək nədir? Belə bir şortdur. Əslində çox rahatdır. Əynində, baxın, duruşu da belədir. Amma mən heç vaxt belə uzun şort geyinməmişəm. Ona görə mənə qəribə gəlir. Bilməm, bəlkə siz bəyəndiniz. Mən də baxın, belə bir ətək. Yeni ətək. Şortdur belə, amma çox rahatdır yəni. Və bunu bir çanta, bir ayaqqabı ilə kombinləyirsən, belə düşünün. Qəşəng belə dik tabanla. Mən dik taban severim, nə yapayım? Yəni dediyim kimi tam anlamadım. Tam anlamadım yəni. Qiyməti siz verin. Keçirik növbəti kombinə. Növbəti. Belə bir şort ətək. Ən sevdiyim, rahat, buz kimi tam mənim malım. O qədər sevirəm ki, belə şort ətəkləri. Məncə qızların hamısı sevir. Görək indi necə olacaq əynimə. Çox qəşəng, klassik bir şortikdir. Baxın. Görün nə qəşəngdir. Kombinler Zara'dan. Bana bahset dostum paradan. Babam dadaş, annem alamam. Şorta oxşuyur, həm də biraz ətəyə oxşuyur məncə. Hə, yoxsa sırf şorta oxşuyur və burada bu düymələrini çox sevdim. Bu tam mənim zövqümlə üst-üstə düşür. Amma yenə siz şərhlərə qeyd edin, bəlkə heç bunu sevmədiniz, bayaqkini daha çox sevdiniz, bilmirəm. Mavi olduq bugün. Keçirik növbəti kombinə. Baxın, belə bir ətək. Yenə tam mənim zövqüm. Belə bir ətək, bu ətəklər mənə çox yaraşır. Hətta Instagramda buna bənzərini bir dəfə geyinmişdim. Çox bəyənmişdilər və belə bir tişört. Mən istəyirəm ki, bunu, bilmirəm, bunu qara tişörtlə geyinim, yoxsa ağ. Məncə qara. Gəlin baxaq. Bəli, bu artıq tam olaraq aytaçdır. Nə az, nə çox. Baxın. Mikrofonumu taxım. Ay, çox qəşəngdir. Hamıdan gözəl mənəm, lakin heç danışmıram. Çox bəyəndim. Sırf mənim tərzimdir və kablokla. Nə qəşəngsən, nə gözəlsən, bu axşam sən. Yupqanın rahatlığı deyirəm sizə. Bir yupqa ancaq bu qədər rahat ola bilər. Çox qəşəngdir, çox rahatdır. Ay. Mən izləyicilərimi tanıyıramsa, ən çox bu yupqanı bəyəndilər. Çox birinci dəsti bəyəndilər və şortiki bəyəndilər. Bilmirəm uzun şortiklə o birisi geyimləri bəyəndiniz yoxsa yox. Bu arada sizcə bu yupqanı mən ağ koftadan geyinsəm daha yaxşı olar, yoxsa qara koftadan? Mütləq şərhlərə yazarsınız, çünki ona uyğun baxacağam. Və ən çox hansı kombini bəyəndiniz, onu da mütləq şərhlərə yazarsınız. Ümumiyyətcə alış-veriş tipli videoları bəyənirsinizmi? Belə də vloglarım gəlsinmi? Kanala abunə olmağı, like etməyi, şərh yazmağı və digər vloglarıma da baxmağı yaddan çıxarmayın. Sizi sevirəm. Öpdüm.